Müasir dövrdə təhsilin beynəlləşdirilməsi fonunda beynəlxalq fənn olimpiyadaları məktəblilərin elmi potensialını ortaya çıxaran, onların qlobal səviyyədə təmsil olunmasına imkan yaradan mühüm alətlərdən biri kimi çıxış edir. Son zamanlar beynəlxalq olimpiyadaların təşkilatçılığı ilə bağlı doğru olmayan məlumatlar yayılır ki, bu da cəmiyyətdə yanlış fikirlər formalaşdırır və beynəlxalq əməkdaşlıq mühitinə kölgə salır. Beynəlxalq olimpiyadada və yarışlarla bağlı rəsmi mətbuat konfransında bildirib ki, bu olimpiyadalar şagirdlərin biliklərini ölçməklə yanaşı, onların analitik təfəkkürünü, yaradıcı yanaşmalarını və akademik istiqamətlərini inkişaf etdirməyi hədəfləyən çox şaxəli platformadır. Bu yarışlar müxtəlif ölkələrdən olan iştirakçıların bir araya gəlməsini, qarşılıqlı təcrübə və mədəniyyət mübadiləsini təşviq etməklə beynəlxalq dostluq və əməkdaşlıq ruhunu gücləndirir. Həmçinin beynəlxalq fənn olimpiyadalarında şagirdlərin medal qazanması, onların gələcəkdə dünyanın nüfuzlu universitetlərinə qəbul olmasına da şərait yaradır. Müxtəlif fənn olimpiyadalarında iştirak edən şagirdlərin 70%-dən çoxu dünyanın ən nüfuzlu beynəlxalq universitetlərində təhsil alır və yaxud da bunları təqaüdlərlə müxtəlif formalarda qəbul qazanırlar. Bu, beynəlxalq olimpiyadaların və akademik yarışların verdiyi ən böyük töhfələrdən biridir.